Salam dəyərli müəllimlər, dərsimiz 5-ci sinifin 6-cı mövzusu olan ailədə davranış və ünsiyyət mədəniyyətidir. Ailə üzvlərinə hörmət və qayğı nədir? İnsan həyatının böyük hissəsini harda keçirdir? Ailədə keçirdir. Hər bir kəs, hər bir xalq, belə deyək, özünə məxsus olan adət-ənənəni bilməli və onları həyata keçirməlidir. Ailə üzvləri ilə ünsiyyət, sağ ol, zəhmət olmasa, bağışla və sair bu kimi xitablardan istifadə etməli və daha sonra bunlar bizim bildiyimiz məqamlardır. Bunları xırdalamaq istəmirəm. Gələk salamlaşma nə formada olur, nə cür olur? Salamlaşma təbəssümlə müşahidə olunmalıdır. Salamlaşma qarşımızdakı insanın belə deyək, qarşımızdakı insana təbəssümlə müşahidə olunmalıdır. Salamlaşdığımız adamın gözlərinə baxmaq lazımdır. Əlləri cibində, ağız dolu salamlaşmaq olmaz. Tələsik salamlaşmaq olmaz. Səhər saat 11:00-a qədər sabahınız xeyir. 11:00-dan axşam üstünə qədər, axşam çağına qədər, yəni biz günortanız xeyir deyə bilərik. 11:00-dan axşam üstünə qədər günortanız xeyir, axşam isə axşamınız xeyir, sağ olun və yaxud da gecəniz xeyrə qalsın deyib sağollaşa bilərik. Yəni bunların hər birini demək olar. Ailədə iş bölgüsü nədir? Ailədə iş bölgüsü ev işlərinə yaşı və sağlamlığı imkan verən bütün ailə üzvləri tərəfindən görülə bilər. Ailədə iş bölgüsü, yəni yaşı, sağlamlığı imkan verə bilən ailənin bütün üzvləri tərəfindən görülə bilər. Daha sonra daimi işlər və müvəqqəti işlər nədir? Daimi işlər ailə təsərrüfatında hər gün təkrarlanan işlərdir. Nədir? Hər gün nə edirik biz? Yemək bişiririk, qida məhsullarının hazırlanması, alınması, mənzilin yığışdırılması, qab-qacağın yuyulması, kənd sakini, məsələn, kənddə, rayonda yaşayan insanlar üçün ev heyvanlarına baxmaq, quşlara, həyət quşlarına qulluq etmək, torpaq sahəsində işləmək və sair bu kimi digər işlərdə sadalamaq olar. Bunlar da ki, daimi işlərdir. Yəni hər gün gördüyümüz işlər daimi işlər sayılır. Bəs müvəqqəti işlər, yəni daimi olmayan işlər hansıdır? Məişət avadanlığının təmiri, sənaye mallarının alınması, xəstələrə qulluq, qohumlara və dostlara kömək, qonaqların qarşılanıb və yola salınması kimi nüanslar bura aiddir. Yəni müvəqqətidir də. Bunlar hər gün, hər zaman bizim etdiyimiz işlər deyil. Məişət avadanlığı da lazım olduqca təmir olunur, sənaye mallarının alınması da həmçinin. Xəstə varsa ona qulluq edirik müəyyən bir, yəni xəstəliyi bitənə qədər. Dostumuz, qohumumuz, tanışımız gələndə onları qarşılayırıq, onlara necə deyim, yola salırıq, onlara baxırıq. Bu da təbii ki, müəyyən vaxt ərzində olan hadisələrdir. Bunlar isə müvəqqəti işlərdir. Deyək ki, burada bir məqam da var ki, uşaqlar hansı işləri görə bilər? Uşaqlar ola bilər ki, variantda düşə bilər ki, heç bir işi görməməlidir. Xeyr. Onlar məsəl üçün qabları yuya bilər, öz yaşına uyğun təbii ki, otaqları səliqəyə sala bilər, təmir təsərrüfat işlərində yardımcı ola bilər. Uşaqlar valideynlərə bu işləri görməkdə kömək göstərə bilərlər. Hansılardır? Mağazaya gedə bilər, qabları yuya bilər, otaqları səliqəyə salar, təmir və təsərrüfat işlərində yardımcı ola bilər. Olar ki, testdə düşər ki, heç bir işi görməməlidir. Çünki indi ağlımıza gəlir ki, uşaq da körpədir, çox iş gördürməliyik, amma yox, bəzi işləri, yəni uşaqlar da görə bilər. Dərsimiz bu qədər, müəllimlər. Uğurlar olsun hər birimizə.